Kamilə xanım Bakı Dövlət Universitetinin doçentidir, psixologiya üzrə fəlsəfə doktorudur, klinik psixoloqdur. Amma bunların yanında həm də çox gözəl bir şəxsiyyətdir. Mən onun özünün canlı xəstəsi olmuşam, belə deyək. Fobiyalarla bağlı bugünkü tədbirdə iştirak edirəm. Onun hesabına mən fobiyamdan azad olmuşam. Və bacarığını, qüdrətini, universitetdəki fəaliyyətini, belə keçirdiyi tədbirləri davamlı olaraq mən də iştirak eləmişəm onun tədbirlərində. Arzu edirəm ki, hər zaman səsi yuxarılardan gəlsin. Ehtiyacı olan insanlara dəstəyinə görə təşəkkür edirəm. Bura dəvət elədiyinə görə ikinci bir təşəkkürüm. Əziz Fatimə, bugün sən səhnədə sadəcə çıxış etmədin, bizə yeni bir baxış bucağı bəxş etdin. Enerjin, peşəkarlığın və bizə verdiyin mesaj uzun müddət yadda qalacaq. Sənə fəaliyyətində uğurlar arzu edirəm. Mən Vətən Müharibəsi şəhidi Ataməli Musoğlunun anasıyam. Ataməli Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsinin tələbəsidir. Mən Kamilə xanıma öz təşəkkürümü bildirirəm bizi bu tədbirə dəvət elədiyi üçün, bu gözəl təlim üçün. Hörmətli Fatimə, bugünkü çıxışın bizə nəinki yeni biliklər vermədi, eyni zamanda ilham qaynağı oldu. Mövzunu bu qədər dərindən bilməyin, bizə səmimi şəkildə, peşəkar şəkildə aydın bir axıcı dillə çatdırmağın bizim üçün çox xoş oldu. Çox minnətdarıq bu xoş tədbir üçün. Belə konferansların inşallah daimi olsun. Bugün konferansda olduğuma görə çox özümü xoşbəxt hiss edirəm. Çünki Fatimə xanımı uzun illərdir ki tanıyıram. Onun yolundan hər zaman işıqlı, uğurlu, xeyirli olmasını arzu edirəm. Ümid edirəm ki, daha axarıncı olacaq və səsi daha yüksəklərdən gələcək.